Bayram münasibətilə 134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb. Qurban Bayramı dövründə heyvanların kəsim və satışına ciddi şəkildə nəzarət olunacaq. Bunu Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev qurumda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, həmin məkanların 75-də kəsim və satış, 32-sində yalnız kəsim, 27-sində isə yalnız satış həyata keçiriləcək. Qeyd edeyim ki, kəsim gücü, yəni bu kəsiləcək heyvanların kəsimə aparıldığı ünvanlarda bütövlükdə kəsim gücü təqribən 10.000 baş heyvanı əhatə eləyir. Eyni zamanda satış həyata keçiriləcək ünvanlarda da ümumi heyvanların tutumu 23.000 baş heyvanı əhatə eləyir ki, ötən illərin təcrübəsinə görə bu tutumda həm kəsim, həm də heyvanların saxlanması, satış üçün təqdim olunması kifayət qədər bir həcmi malikdir və bayramın 2 gün keçəcəyinə nəzərə alınaraq biz güman edirik ki, nə kəsimdə, nə də heyvanların kəsilmədən satışında hər hansı bir məhdudi çətinliklər olmayacaq. Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi Günel Hüseynova kəsim məntəqəsinə mediatur zamanı deyib ki, həmin müddətdə qanunsuz heyvan kəsimi və satışına icazə verilməyəcək. Heyvanlar qanuni kəsim məntəqələrində kəsilməlidir. Qanuni kəsim məntəqələrində heyvanlar baytarlıq nəzarətindən keçirildikdən sonra sağlam olan heyvanların kəsiminə icazə verilir. Kəsim məntəqələrində daha sonra isə kəsilmiş heyvanların baytarlıq ekspertizası həyata keçirilir və bundan sonra istehlakçılara təqdim olunur. Eyni zamanda kəsim məntəqələrində ümumi olaraq sanitar-gigiyenik vəziyyət, işçilərin ümumi vəziyyəti və tullantıların vaxtında atılmasına nəzarət həyata keçiriləcək. Bu il Ağdam, Cəbrayıl, Füzuli və Laçında qurbanlıq heyvanların kəsim və satış xidmətləri təşkil olunacaq. 10 daşına bilən çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 9-u həm satış, həm də kəsim, biri isə yalnız kəsim məntəqəsi olaraq fəaliyyət göstərəcək. Şəhla Poladova, Səbuhi Mustafayev, Xəzər xəbər.